Sveji xəbərləri sizə çatdıracağıq. Yəni ki, vaxtında olan xəbərləri sizə çatdıracağıq. Prodigma seriyası sezon 1, epizod 5. Deməli, Prodigma da bu vaxta qədər 100 dəfə çəkib onu paylaşmadığımız, yarıya qədər montaj edib saxladığımız, axıra qədər montaj edib, hə bu əladır, bunu paylaşaq dediyimiz və heç vaxt paylaşmadığımız belə, nə bilim, bəlkə də onlarla videomuz var. Onlardan bəziləri hələ də çıxmayıb, bəlkə də heç vaxt da çıxmayacaq, amma çıxacaq olanlardan mən bu epizodumuzda sizə danışmaq istəyirəm. Hansı ki, ora daxildir Prodigma seriyası, Prodigma News, Prodigma Unboxing/Review videolarımız ora daxildir. Deməli, mən sizə ilk növbədə başlayayım Prodigma seriyası videosundan. Prodigma seriyası nədir? Bu, bir Prodigmaya aid bir serial kimi fikirləşin və biz burada fərqli komandaların, foto, video, design, development komandalarının hər birinin ayrı-ayrı kimin hansı işi gördüyündən, ümumiyyətlə Prodigma olaraq kimlə işlədiyimizdən, hansı layihələri həyat keçirdiyimizdən və o layihələrdə nə kimi texnologiyadan istifadə elədiyimizi, nəyi necə elədiyimizi biz bu videomuzda danışırıq. Və bu videoların davamı ilə biz Prodigma News hissəsini də qurmuşuq. Prodigma News nədir? Prodigma News hal-hazırda baş verən texnoloji yeniliklərlə bağlı sizə danışdığımız xəbərlərdir. Amma bu texnoloji yeniliklər, məsələn, təzə Tesla maşını çıxdı və yaxud da nə bilim NASA-ya hansısa bir raket göndərildi. Bunlar bizlik deyil. Biz ancaq deməli, özümüzə məxsus olan sahələrdən sizə məlumat verəcəyik. Hansı ki, foto, video, design, development sahələridir ki, bu sahədə baş verən yeniliklərlə bağlı sveji xəbərləri sizə çatdıracağıq. Yəni ki, vaxtında olan xəbərləri sizə çatdıracağıq. Və bu xəbərlərin də öz daxilində bölünmə hissəsi var. Hansı ki, bu da heç vaxtı ölməyəcək timeless xəbərlərdən söhbət gedir. Bu xəbərlər, məsələn, hansısa bir texnologiyanın artıq dünyaya təqdim olunması, məsələn, ChatGPT tutaq ki, yox idi. Hansısa bir artificial intelligence hələ bizim işimizin içinə daxil olmamışdı. Ondan sonra işlər necə dəyişdi və yaxud da əvvəllər kinolar çəkəndə mənim boyda kameralardan istifadə edirdilər. İndi cəmaatın əlindəki telefonla nələri çəkirlər, belə texnologiyaların gəlməyi nələri dəyişdi. Bu kimi xəbərlərdən də danışdığımız hissələrimiz var və ümumilikdə bu Prodigma News adlandırılır. Və onunla bir yerdə Prodigma Unboxing/Review videolarımız da var ki, bu videolarda yeni aldığımız avadanlıqların unboxinglərini eləyirik. Hansı ki, bu avadanlıqlar həqiqətən bizim istifadə elədiyimiz avadanlıqlardır və o avadanlıqları istifadə edərək videolarımızı çəkirik, şəkillərimizi çəkirik və yaxud da ofis daxilində istifadə elədiyimiz hansısa yeni avadanlıqlardılar. Review hissəsi də özümüzün aldığımız, istifadə elədiyimiz və niyə məhz həmin avadanlığı aldığımızı, o avadanlığı alıb, məsəl üçün 2 il sonra bir videosunu çəkib paylaşırıq ki, 2 ildir biz bunu istifadə eləyirik, nələr dəyişdi, peşmanıq mı, biz peşmanıq, siz almayın, türklər demiş, biz yapdıq, siz yapmayın tərzində belə videonun içində istəyirik ki, sizə Azərbaycan dilində bu kimi kontentləri hazırlayaq və göstərək ki, bizim düşdüyümüz səhvlərə düşməyəsiniz və elədiyimiz səhvləri eləməyəsiniz. Bu review və unboxing videoları da bu formada davam edəcək. Yerdə qalan başqa Reels formasında olan videolarımız da olacaq. Hansı ki, o videolar artıq Instagram və TikTok səhifələrimizdə ancaq olacaqlar. Bu videoların da hələ arxada planlanmış və planlanmamış hissələri var. Onlar da artıq yavaş-yavaş 2 il müddətində təzə-təzə video paylaşmağa başlamışıq. Yəqin ki, bir 5 il sonra da onları çıxardarıq üzə. Belə, bu bizim Prodigma daxilində sosial media kanallarımıza yüklədiyimiz videoların hansının nə məqsəd daşıdığı barədə idi. Gələn videomuz amma daha maraqlı olacaq və çünki biz orada bizim fotoqrafiya cəhətdən ən çox güvəndiyimiz və ölkədə bizdən yaxşısını eləyə bilən yoxdur dediyimiz bir sahədir. Studiya fotoqrafiyasından, portret çəkilişlərindən danışacağıq. Hər sağ olun, gələn videomuzda görüşərik.